Deməli, bu mətbəx mebelini qısa icmal edəcəm sizə, incələyəcəm yəni. Ümumi 6 metrədir mətbəx mebeli. AGTM panelləri və üst hissəsi də eynilə AGTM. Suni mərmərdə üst hissəsini görürsünüz burada. Sağ hissəsi belə qara bir profildən istifadə etmişik. İşıqları müvəqqəti olaraq yanmır, çünki bu hissədə hələ ki tam quraşdırılmayıb. Bunun bütün perimetr hissəsi işıq LED olacaq, eynilə də bu şkafın içi LED olacaq. Sol hissədə moyka hissəmiz var, mərmərdən moyka düzəlib. Və şkafı açdıqda sol hissəsində belə bir polka düzəltmişik. Sol hissədə eyni ilə davam edirik. Qabıyan, strojni qabıyanımız var. Çəkməcələr, bütün perimetr qolu, yəni bu hissələr L profil sayılır. Burada Blumun gizli mexanizmlər var. Tandem boxu, bu gizli çəkməcəsidir. Hansı ki, burada belə istifadə olunur. Üst hissələr sadə açılır. Açılıqda burada da Blum mexanizmlər var. İşçilik təbii ki, çox gözəldir, həmişə kimi səliqəlidir. Alt hissəsindən gördüyünüz kimi bütün perimetr işıq gedir, yəni yananda çox gözəl görüntü olacaq burada. Sol hissəmiz belə şkafımız var burada və bu hissədə peçin altında və belə bir basac çəkməcəmiz var burada. Açdıqda bütün podnis hissəsini ora qoymaq üçün çox səliqəli və gözəldir. Təbii ki, üst hissəsi də eyni ilə basac mexanizm. Bu hissənin içini göstərim. Belə bir çəkməcələr var burada. Rahat şəkildə istifadə edə bilərsiniz. Ümumi həqiqətən iş çox səliqəli alınıb. Bütün üst hissələr, yan hissələr baxsaz çox səliqəli iş görünür. Bizi seçdiyiniz üçün təşəkkür edirik. Xeyirli olsun inşallah.